babasının yanında böyüyen uşağım, mən deyərdim ki, ilk oyuncağı onun babasının medallarıydı. Və uşaq vaxtı deyirdi ki, baba, yekələndə mənim medallarım sənin medallarından çox olacaq. Elçin 75-ci ildə Şuşada, Şuşanın Tursu salxozunda anadan olubdu. Avqust ayı biz rayonumuzdan çıxmışıq 93-cü ildə. Qubadlı rayonunun Mahruzlu kəndində 10-cu sinifi qutardı, getdi, hüquqa verdi. Amma o gedib onu qəbul eləmədi. Dedi, mən hüquqa girmişəm, amma özümü bağışlaya bilmirəm. Mənim taytuşlarım hərbiçidir, mən hüquqşünas olacağam. Dedi ki, mama, mən durum gedim şəhərdə, mən otura bilmərəm. Orada kimlənsə gileyləşsəm, mənə deyəcək ki, elə qeyriyyətdə oğludun, qalaydın, torpağını qoruyaydın da, bura nəyə gəlmişsən? Onu dəvət elədilər, gəldi orada deməli, ali məktəbdə müəllimliyə. Məsələn, işdən gələndə yorğunçuluğu yox idi. Yorğun olsa da özünü o yerə qoymurdu. Yəni, içəri girəndə onun hər dəfə gülüşlə içəri girməsi, qol götürüb oynaması, hətta. Maraqlı idi, həm də özümü təsəvvür edim ki, mən gələcəkdə hərbiçi olsam, bu forma mənə yaraşarmı? Onu geydim, uşaq olmama baxmayaraq onun ağırlığını hiss elədim. Şəhid ondan sonra geyməmişəm. Amma birində baxdım, çox məyus oldum və başa düşdüm ki, həqiqətən də bu formanın ağırlığı çox böyükdür. Elçin 25 il qüsursuz işlədi. Amma o pensiyaya çıxanda dedi ki, mama, mən söz vermişəm ki, döyüş olsa mən gedəcəm. Atamı yola salmağa mənə qoymadı. Nə anam qoydu, nə atam qoydu. Bu mənim ürəyimdə bir xal olaraq hələ də qalıb ki, kaş ki, getməzdim kursa, gedib atamı yola salardım. Deyirdi ki, buralar o qədər deyirdi, gözəldir, həm gözəldir, alınan yerləri deyirdi. Həm də deyirdi ki, insanı deyirdi, inandırım ki, heç bir ay çəkməyəcək, torpaqlarımızın hamısını alacaq, geri alacaq. Onlar dedi, bizim gücümüzə dedi, hələ bələd deyirlər. Öz əskərləri gəlmişdi bizə, gəldi orada söhbət eləyirdi. Duras baldırından deyir, güllə aparmışdı, mayku ilə sarıyırdı. Biraz axsiya-axsiya gəzirdi. Nə qədər yalvarıblar ki, komandir, sən təxliyə ol, deyir, siz mənim balalarımsınız. Ata hara gedə bilər, balasını qoyub gedər. Ayın 10-unda ikinci dəfə Şuşada Tarsiyxinin yanında atılan topun mərmisi onun sinəsindədir və uşaqlara yalvarıb, kəlmə-i şəhadətini oxuyub, deyib, məni ya Şuşanın məscidində dəfn eləyin, ya məni buradan çıxardın, ələ verməyin. Dedilər ki, Elçin yaralıdır, demədilər şəhid olub. Dedilər, Elçin yaralıdır, bəs Füzulidə hospitaldadır. Ürəyim durmadı. Bacım oğluna dedim ki, mənə apar komissarlığı, hərbi komissarlığı. Komissara dedim ki, Elçin şəhid olubsa, mənə dəqiq deyin də, hə? Onsuz da mən buna hazıram. Dedim adam ki, yəni hazırsan eşitməyə, mayor Elçin Aliyev şəhid olub. Elçin harda şəhid olub? Oranı mən yuxumda gördüm. Gördüm, Eminlə oturmuşam. Elçin gəldi. Başımdan, gözümdən, yanağımdan öpdü. Qaçıram qabağına, Elçin açsan, dedi ki, yox mama, ancaq yorğunam. Əlin qaldırdı belə, dedim, amma səni ant verirəm, bir Allaha ağlama. Şəhid xanımı olmaq həm qürur vericidir, həm fəxr eləyirəm həqiqətən. Çünki onun, düşünürəm ki, onun öz istədiyi, öz arzusuna çatıb da, çox arzulayırdı. Vətən də şirindir, torpaq da, övlad da. Amma övlad atadan da, qardaşdan da, yoldaşdan da şirindir. Övlad başqa şeydir. Özdə Tembol Elçin kimi olur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlərə mən şeirlə də anama, bacıma da müraciət elədim ki, ağlama, şəhid anası ağlama. Şəhid anası ağlamamalıdır. Çünki o indi onun oğlu deyil. O bütün xalqın oğludur.